metodları, yəni ehtiyatların orta dəyərinin tapılması metodları. FIFO açılışı nədir? First in, first out. Yəni ilk və daxil, ilk və xaric. Birinci alınan mal, birinci satılmalıdır. İkinci metodumuz LIFO. Last in, first out. Sonuncu mədaxil, birinci satılmalıdır. Hal-hazırda LIFO metodunun istifadəsi qadağandır. Ancaq hesablanması keçəcək. Və APCO. APCO dəyəri nədir? Average cost, yəni orta dəyər metodu. Orta dəyər metoduna əsasən bizim satılan malımızın maya dəyərinin çıxarılması. Başlayaq birinci FIFO metodu ilə. FIFO metodu adından görünür ki, ilk alınan mal birinci satılmalıdır. İlk alınan mal. Mən neçədə də mal satmışam? 125 ədəd. 125 ədəd malımın miqdarını tamamlayana qədər ilk alışdan başlayaraq hesablama aparıram. SMM'dəyim olacaq. Satılan malımın maya dəyəri bərabər olacaq. 125 dənəni tamamlamalıyam.